Salam qızlar, inşallah yaxşı olarsınız. Məni soruşsunuz, mən də yaxşıyam. Demək, ad günlüyünə gedirik. Lucy ilə birlikdə yoldaşım bizi aparır. Xalamın qızının 18 yaşı tamam olur. Ona balaca bir tort zakaz vermişdim. Ona sürpriz eləməyə gedirik. O da abituriyentdir. Yaxınlarda imtahan verəcək. Dedim ki, moral olsun ona da. Belə hazırlaşmışam, gedirəm. Ad gününə burada da xalamgilə gedirik. Xalamgildən sonra isə atamgilə gedəcəyik. Burada yoldaşımla domino oynayırıq. Atam da mənə kömək edir. Belə. Axır ki, yoldaşım qalib gəlir. Eyb yox, uzaq adama uduzmamışam, yoldaşımdır. Mən elə də damda da yəni güclü oynaya bilmirəm, amma sevirəm damda oynamağı. Söktüm qızlar pərdəni. Mənim toda qarşı allergiyam var deyənə videonu çox davam elətdirə bilməyəcəm səsli. Çünki toz tutdum, mən başlayacağım maskırmağa. Deməli qızlar, burada yoldaşıma göyərçin hədiyyə eləmişdi dostu. Mən də dedim ki, yəni o göyərçini biz saxlaya bilməyəcəyik. Yəni ev şəraitində evidir. Necə saxlamaq var? Ona dostuna hədiyyə elədi. Burada markete gedirik. Yoldaşımla gələndə mənə gül hədiyyə eləmişdi. Bir də şirniyyat almışdı. Pişik üçün yemək almışdı. Burada Lucy'ni görürsünüz. Yeməyi görür. Əzizlənir. Nasıl pişiyə o qədər bağlanmışam ki, onsuz yəni heç hara gedə bilmirəm. Hara getdim özümdən aparıram. Burada gün ortadır. Atam üçün yemək hazırlayıram və belə bir Axçıvanlıların adını öyrənib aşağıda qeyd edirəm. Deməli qızlar, təkmişəm ata evində, xaladenik yığışdırmağa. Belə, indi səviyyə salım. Belə qızlar, sildim, amma istədim səviyyə saldım. Belə. $2,000 later. Belə deməli qızlar, bir dəfə gəldik yoldaşımla evə, pazarlıq elədik. Aldım markete getdim, girdik, gələndə evin əksikləri vardı bir neçə. Onu almağa ıslaq kek pişirəcəkdim deyənə süd almaq istəyirdim. Süd aldım, qatıq aldım. Pişiyin yeməyi bitmişdi. Hələlik əlavə üçün bu pişiyimdən aldım. Xoşuna gəlmişdi amma. Mən ümumiyyətlə pişiyim hansı yeməyi xoşlayırsa, xoşuna gəlirsə o yeməyi almağa çalışıram. Marketdə bunlar yeni gəlmişdi. Pis deyildi, yaxşı idi. Yəni o qiyməti münasib idi, yəni o qiymətə yaxşıdır. Xeyirli deyil, təbii ki. Amma yenə də insan ürək istəyir. İşlərimi gördüm, qutardım. Qablarımı falan yıktım, qutardım. Paltar yandı, paltarın qapağını da səhər qoyacağım. Belə. Paltarları da bir parçaya yıktım. Qalanını isə səhər yaram. Paltar yanını da səhər qoşacağım. Çünki sabah işlərim çoxdur, gedəsi yerlərim var. Fabrikdən də zakaz verdiklərimi verdim.
Bu mənim ən çox istifadə etdiyim, ekstratını bəyəndiyim Faberlic fondötenidir. Çox qəşəngdir. Ağır deyil, yüngüldür. Belə. İşığı yandırardım da, qaranlıqda yemək yiyirlər. Götür onu, turşunu. Deməli qızlar, yeməyimizi yedik, indi süfrəni yığışdırım. Belə, siz də buraları töküb töküşdürür. Qızlar, yoldaşım da məndən sadə limonlu kek istəmişdi. Tez bazar onu da pişirdim. İnanırsınız ki, mən çəkənə qədər şu yoldaşım onu bitirmişdi. Bir-iki qısıq qalmışdı. Güz bəlayla çəkmişəm. Belə. Bugünün bu qədər. Sağ olun, sağlıqlı qalın. Hələlik görüşürüz. Yemişəm, içmişəm, vəziyyətim də cəblə qoca. İndirə qozi. Bəh, bəh, bəh.